Leo. Benim əziz dostum, gəl təsəvvür edək ki, bir bani Adəm dağlara, qayalara yaxın bir ərazidə məskunlaşıb, dağ qoynunda. Və o burada yaşamaktan, bu havadan zövq alır. Qayaların, dağların arasından gələn sərin külək bu bəndəyə ləzzət verir. Digər bəndə isə meşə kənarında məskunlaşıb, bu bəndə isə meşədən gələn vəhşi təbiətin səsindən və ətrindən feyziyab olur. Sanki nağıllar aləmindədir. Digər bəndə isə dəniz kənarında, sahildə məskunlaşıb, bu bəndə isə dənizin dalğalarıyla sahilə gətirdiyi mehdən məzdi xumar olur, xülyalara dalır, zövq alır. Bəli, Allah Teala bu dünyanı necə də gözəl, füsunkar yaradıb, müxtəlif aləmləriyle, məkanlarıyla, təbiətiyle, bəli, nə qədər müxtəlif mənzərələr mövcuddur bu dünyada. Necə ki, insanlar zövqləriyle müxtəlifdir. Bəli, Allah Teala hər bir bəndəyə zövq verib. Bəli, bu təbiətdən zövq alsın, feyziyab olsun. Və bu həqiqətən də belədir. Hər bir bəndə hər hansı bir bənzərəni seçər, sevər. Necə ki, yuxarıda qeyd etdim. Biri dağ qoynunda, biri meşə kənarında, digəri isə dəniz kənarında. Bəli, bu onların zövqüdür. Mənim əziz dostum, amma bu zövqün başqa bir tərəfləri də var. Təsəvvür edək ki, bir bəndə dağ qoynunda deyil, dağın başında məskunlaşmaq istəyir. Digəri meşənin daxilində, başqa birisi isə dənizin tən ortasında, hər hansı bir küçücük adada, yaxud da ki, gəmidə lövbər salıb, elə oradaca yaşasın. Gəl, başqa bir tərəflərini də düşünüb daşınaq dostum. Təsəvvür edək, bir bani Adəm hündür bir dağın başına dırmanıb, çox hündür, həddindən artıq hündür. Bəli, bu bəndə bu dağın başına dırmandıktan sonra artıq heç nə görmür. Ancaq dumanlı, çənli, ab-hava, sanki ayağının altını belə görmür. Ayağının altı belə görünmür dumandan. Sanki göy səmadadır. Bəli, artıq bu bəndənin beyni də dumanlıdır. Artıq düşünüb daşına bilmir ki, mən haradayam. Bura dağın başıdır. Yoxsa mən başqa bir planetdəyəm.
bura göy semadır. Axı, hər yer ağappaqdır. Bəli, o heç nə haqqında düşünə bilmir. Biz düşünə bilərik, dostum. Fikirləşərək ki, bu bəndə düşünüb daşınacaq ki, o yad bir planetə düşüb. Bəli, addımını da ata bilmir. Çünki hər tərəf ağappaqdır, dumanlıdır. Bəli, donub qalıb, beyni dumanlı. Bəli, əgər beyni dumanlı olmasaydı, düşünüb daşınardı. Əgər addımımı atsam, bəlkəm yıxılaram, uçuruma düşərəm. Yolumu tapa bilmirəm. Mən bura necə qalxmışam, necə aşağı inim. Bax, bu barədə bu bəndə düşünüb daşınmayacaq. Digər bəndə isə təsəvvür edək. Meşənin tən ortasındadır. Artıq yolunu azıb. Hər yer qaranlıq. O isə artıq ağacın başındadır. O, başa düşdükdə ki, azıb ağacın başına dırmanmışdı. Artıq düşə bilmir. Beyni dumanlıdır. Təsəvvür edir ki, yəqin ki, mən başqa bir mühitə düşmüşəm. Başqa bir yerdəyəm. Bura meşə deyil. Belə düşünərək ağaca dırmanmışdı. Artıq heç nə düşünüb daşıra bilmir. Gəl biz düşünüb daşınaq, dostum. Fikirləşək ki, o ağacın başındadır. Hər yer qaranlıq. Ancaq beyni dumanlı, nə meşədən gələn səs-küyləri eşidə bilir. Nə də ki, gördüyü yaşıl aləmi yaşıl rəngdə görə bilmir. Hər yer qapqaranlıqdır. Bəli, sanki göy semadadır. Bəli, ay da görünür. Digər bəndə isə dənizin tən ortasındadır. Balaca, çox küçücük bir adada. Bəli, bu adaya necə düşüb? Qayıqla. Qayıq isə batıb. Bu bəndə donub qalır. Uzaqdan gələn hündür dalğanı belə seçə bilmir, düşünə bilmir. Qorxudan beyni dumanlanıb. Bilmir ki, bu dalğa qayıq kimi onu da dənizə batıracaq. Yoxsa yox. Bax, bunu da biz düşünüb daşınırıq, dostum. Bu beyni dumanlılar getdikləri yoldan geriyə qayıda bilməyənlərdir. Bəli, təsəvvür et, dostum. Bir bəndə səhranın tən ortasındadır. Hər yer səhralıqdır. Bu bəndə bilməyəcək hansı səmtə getsən. Bilməyəcək. Sanki əgər beyni dumanlı deyilsə, düşünüb daşınacaq ki, mən hansısa bir adadayam. Bəlkə başqa planetdir bura. Bəli,
bəlkəm də belə düşünüb daşınacaq. Yağışlı, yağmurlu, dumanlı havada yolunu tapmayanlar, özlərini eğer dərk edirlərsə, onlar düşünüb daşınacaq ki, bu yağışlı, yağmurlu, dumanlı havadır. Sadəcə yoluma getməyə səbr etməliyəm. Elə durduğum yerdə durmalıyam. Bəlkəm uçuruma düşərəm. Bəlkəm qəzaya düşərəm. Ya da ki cəzaya. Səbr edim. Digər bəndə isə özünü başqa bir portalda hiss edəcək. Beyin və beynin fəaliyyəti. Bunların hər biri beyinlə əlaqədədir. Bəli. Bu belədir. Allah Teala bu dünyanı gözəl, füsunkar yaradıb. Öz məmalarıyla, qəribəlikləriyle. Bəli. Çünkü insan beyni özü qəribədir. Bəli. Bütün insanlar eyni vücutta yaradılsa bile, daxili alemlərindəki orqanları eyni olsa bile, onlar müxtəlif xasiyyət və xüsusiyyətlərə, müxtəlifliklərə bölünüblər. Bəli. Onları müxtəlif edən onların ancaq beyinləridir. Mənim əzizlərim. Ancaq beyinləri. Heyvanlar aləmində isə hər bir heyvanın öz instinkti mövcuddur. Bəli. Heyvanların yaşam tərzi üçün Allah'ın onlara bəxş etdiyi fənd və fürsətlər. Bunu hər biriniz yaxşı bilirsiniz. Yəni ov, şikar və s. və ilaxır. Mənim əzizlərim, bütün məmləkətlərdə, meşələrdə mövcuddur və insanlara yaxın şəhərlərdə, məhəllələrdə, ərazilərdə məskunlaşmış heyvanlar da mövcuddur. Səmada uçan quşlar, dəniz heyvanları və quruda yaşayanlar. Bəli. Bu heyvanların arasında sürünənləri də var. Gəmircilər də. Və vəhşi təbiətdə yaşayan heyvanlar. Bəli.
Bugün ben siçan hakkında danışmak istəyərdim. Siçan, hər bir bəndənin tikdiyi evində, fərdi evində zirzəmisi olur. Bu zirzəmilərdə daha sonra siçanlar da peyda olur. Necə ki həşəratlar. Bəli, həşəratların da gəmiriciləri olur. Bəli, həşəratlar müxtəlifdir. Minlərlə deyil, milyonlarla növ həşəratlar mövcuddur. Siçanların növləri də müxtəlifdir. Bəli, bizim məmləkətimizdə istər fərdi evlərdə, istər bina evlərində siçanlar həmişə olub, bugün də mövcuddur. Bəli, mənim əzizlərim. Hətta mənim yaşadığım mənzildə, yəni yuxarı mərtəbədə illər öncə siçan mövcud olub. Daha sonra bitdi. Mən bu barədə danışmaq istəmirəm. Yəni demək istəyirəm ki, hər bir yerdə siçan mövcuddur. Və bu siçanları ov edən pişiklər də mövcuddur. Hansı ki, heyvan sevərlər, heyvanlara mehribanlıq göstərənlər, mərhəmətli olan bəndələr bu pişiklərə hər zaman tumar çəkir. Bəli, hər yerdə görərsə onları tumarlayır. Hansı ki, bu pişiklər siçan ovlayırlar. Bəli. Mən öz məmləkətimizin siçanından, pişiklərindən, itlərindən danışmaq istəmirəm mənim əzizlərim. Gəlin götürək Hindistanı. Hindistanda siçanlara, siçovullara olan yəni ki, ən böyük mərhəmət, mehribançılıq, nəvaziş, siçan və siçovulların məskunlaşdığı məbədlər və Fransa küçələrində, zirzəmilərində dop-dolu olan pişiklərdən böyük siçovullar və digər ölkələr. Yəni ki, insanların yaxınlığında, ərazilərində, məhəllələrində, zirzəmilərində yaşayan siçovullar, siçanlar. Mənim əzizlərim, əgər bir bəndəni it tutarsa, qaparsa, yaxud ilan sancarsa, bunun üçün peyvəndlər və zərdablar mövcuddur. Bu halda nə dəraltı, nə də ki vəzaltı iğnələr vurulmur. İnfeksiyalar, viruslar müxtəlifdir. Necə ki, milyonlarla həşəratlar qədər. Bəli, bir bəndəni həşərat dişləyərsə, əgər bu zəhərli həşəratdırsa, bu bəndə həmən ölə də bilər. Ya yüngülcə zəhərlənə bilər,
ya müxtəlif səpkilərlə bədəni səpə bilər. Yəni müxtəlifdir səbəbləri. Bəli. Yəni bu heyvanların bəndələri qapması, sancması, yaxud dişləməsi, yaxud tüpürməsi. Bəli, məsələn dəvə və onun tüpürcəyi. Mənim əzizlərim, bunları bilməyən bir bəndə yoxdur dünyada. Bunların hər birinin peyvəndi və zərdabı mövcuddur. Əgər söhbət, yəni qorxu filmlərində gördüyünüz vampirlərdən gedirsə, bu başqa məsələ. Amma əgər mənim dediklərimdirsə, bu alimlərə böyük bir biabırçılıqdır. Bəli, quş qripi, donuz qripi, sıçan virusu, daha sonra dəvə, yılan, qurbağa, bu dünyada nə qədər heyvanlar, həşəratlar mövcuddur. Zəhərlisi də, zəhərsizi də, quduzu da. Bəli, bunların hər birinə zərdab və peyvəndlər mövcuddur. Belə bir, yəni ki, vəziyyət olduqda bana bu cür gündəmə gətirmək olmaz. Təsəvvür edin, bir bəndəni ilan sancır. Amma onun yanındakı bəndə də zəhərlənib ölür. Bu necə olur? Bu ola bilər. Təsəvvür edək. Bir bəndəni ilan sancır, digər bəndə onun, yəni ki, yanında zəhərlənən bəndənin hər hansı bir zəhərli hissəsinə əlini çəkərsə, məsələn üçün, daha sonra ağzına əllərini apararsa, bu halda o zəhərlənə bilər. Amma yüngül. Amma hansı ağıllı bunu belə edə bilər? Varmı belə ağıllılar? Baxı belə deyil. Hər yer siçan, siçovulla. Bütün heyvanlarla, həşəratlarla dolu-doludur. Şəhərin mərkəzində istər 100 mərtəbəli bina olsun belə. Orada həşərat da olacaq, milçək də. Hətta Allah buyursa, ilan da sürünərək bu mənzilə buyuracaq. Baxı belədir. İnsanlara hər dəfə hər hansı bir virusla qorxutmaq, tamaşalar göstərmək, hər hansı bir gündəmdə vacib olan məsələləri örtbasdır etmək üçün insanları başqa bir tərəfə yönləndirmək, vahimiyə,
qorxuya, təlaşa, təşvişə, üzüntüyə. Və bu nəyə səbəb olacaq? Ancaq ürək ağrısına. Bəli, o ürək ağrısına ki, artıq beyni öldürəcək. Bu virusla, bu qorxuyla, bu beyin dumanlı olaraq süsləşəcək. Bəndə öləcək. Məyər düşünüb daşınan yoxdurmu? Bizim axı ətrafımız elə həşəratlarla, heyvanlarla dop-doludur. Biz meşədə yaşamırıq. Amma ətrafımızda bütün canlılar mövcuddur. İti də, pişiyi də, həşəratı da, quşu da. Bəli. Bu axı belədir. Müharibələri uzatmaq üçün yəni hakimiyyətdə qalmaq üçün tamaşalar qurmaq, nələr etmirlər ki? Nələr etmirlər? Təsəvvür edin. Bugün bir dövlət başçısı digər bir dövlət başçısının həbsindən danışır. Ya da ki başında. Bəli, bugün baş gündəmdədir. Dövlət başçılarının başları. Sanki ya baş kəsilməlidir, ya da ki bu baş hərraca qoyulur. Bu başa qiymət qoyulur. Baş nə başdır? Axı bu baş məsələsini gündəmə gətirən Amerika və İsrail oldu. Bəli. Əgər onlar ixtiyar sahibi olaraq özlərini belə görərək hansısa bir dövlət başçılarını aradan götürmək, həbs etmək, güllələmək, öldürmək, təyyarəsini partlatmaq, belə bir, yəni ki, xoşa gəlməz bir işləri həyata keçiriblərsə, demək, bana başqa bir dövlət başçıları da edəcək. Bura haradır? Möcüzələr arası. Bəli, möcüzələr adası. Kimin başı gedəcək? Görən, kimin başı gedəcək? Baxın görün, necə müharibələrdən xəbər ətər yoxdur. Sanki müharibə getmir ölkələrdə. Heç kim kimisə güllələmir, öldürmür. Raket zat buraxmırlar. Heç nə, sakitçilikdir. Altdan işlər görülür. Livanda vəziyyət necədir? Qəzza bölgəsində insanlar necə yaşayırlar? Xəbəriniz varmı? Ey dünya məmləkətləri, Qəzzada insanlar necə yaşayırlar? Həşəratdan danışırsınız. Siçandan, siçovuldan danışırsınız. Yad planetlərdən danışırsınız. Bəs Qəzzadan kim danışacaq? Buradakı qarışqa, həşərat bildiyimiz millətdən kim danışacaq? Məyər Ukraynada vəziyyət yaxşıdırmı? Danışırsınız. Bu vurdu və yıxıldı.
Bəs Ukrayna milləti burada bu insanların evləri uçur, damları uçur. Onlara kim ev verir? Kim onlara sığınacaqlara yerləşdirir? Onlara isti yemək verir, paltar verir. Bu barədə düşünüb daşınanınız varmı? Neden korrupsiya məsələsi öldü? Neden Epstein məsələsi gündəmdən çıxdı? Neden? Neden İran qalib olduğu halda İsrail, Amerika gündəmdədir qalib kimi? Neden? Rusiyanın güclü olduğu halda istiqamətini değişmir. Müharibə dayansın diye. Ukrayna niye dayanmır? Neden? Çünkü özü dayansa milleti öldürecek, onun başı gidecek. Özü dayansa, ama özü de dayanabilmez. Çünkü ihtiyar sahibi o değil. Necə ki Amerika kənara çəkilib, deyir burada mən yoxam. Yox, hər yerdə Amerika mövcuddur. Amerikanın bazaları o demek değil ki, hansısa bir dövlətin sərhədinə yerləşdirirsə, bu dövləti xilas edəcək, kömək edəcək, onu qoruyacaq. Necə ki Ərəb ölkələrini qorudu. Yox. O sadece öz xəttini çəkir. Bəli. Çin, Rusiya, Amerika. Bəli, hər kəs gündəmə gətirir. Elə Donald Trump'ın özü də məni Çin hökuməti çox gözəl qarşıladı. Putinlə də gözəl. Bunu düşünüp taşınanlar olabilir. Ama kimin karşısına kim çıktı? Esas budur. Demək məndən olsun, yozmağı sizdən. Bəli. Baxın. Məğlub olan tərəf öyünür. Geri çekilebilmez. Təzminat verebilmez. Hiç ne edebilmez. Ancak elinde nedir şuarı? Nüve silahı elde edebilir İran. Meğer ey Donald Trump, ey dünya məmləkətləri, ey özündə nüvə silahı olan dövlətlər, bugün nüvə silahı gündəmdə deyil. Nüvəni sıradan çıxarmaq üçün əldə olunan alət gündəmdədir. Yəni baş beyin. Neden nüvəni, atom nüvə silahını gündəmə gətirirsiniz? Bu bəhanədir. Müharibəni uzun uzadı etmək üçün. Sanki qalibiyyəti əldə etmək üçün. Tutaq ki, bir də bombardman etdin. Nə qazanacaqsan? Nə qazanacaqsan? Yenə də məğlub olmuş dövlət kimi kənarda qalacaqsan. Necə ki Vyetnamda, Əfqanistanda, digər ölkələrdə. Nədən qəbullanmırsınız? Nədən qəbul etmirsiniz ki, məğlub olmuşsunuz İsrail və Amerika? İsraildə, Amerikada olan vəziyyətlərdən hali olsanız, yəqin ki, heç biriniz İran haqqında mənfi fikirlər söyləməzsiniz. Bəli. Məyər, ey dünya dövlətləri, bugün
sizin üstünüze başka bir devlet, hiç Amerika, İsrail olmasın, başka bir devlet sadece xətri belə istəyir, sizi raketle bombardıman etti. Ve herkes sizi suçlu bilecek. Siz bombardıman olacaksınız. Bütün dünya diyecek ki, əcəb elədilər, yaxşı elədilər. Yaddan çıxacaksınız, sizi ancak bombardıman edecekler. Belə mi olmalıdır? Necə suveren İran ölkəsinə hücuma keçərək, suveren ölkəni qətlə yetirsinlər, ərazisini, qırmızı xəttini keçsinlər, suyunu zəhərləsinlər, insanlarını məhv etsinlər və dünya dövlətləri İsrail və Amerikanın tərəfində olsun. Bu bir yavırçılıqdır. Gözləyin onda. Gözləyin ki, sizin ölkənizə hansısa başqa bir ölkələrdən raketlər, uçaqlar, yəni ki, mehman olsun, qonağınız olsun, belə deyək. Görək onda İran haqqında nə düşünüb daşınacaqsınız? Mənə çox maraqlıdır. Elə bir fikirlər söyləyirlər ki, nədən İran belə edir? Nədən qane etmir İsrail və Amerikanın sözü, söhbəti İranı? Nədən İran öz dediyinin üstündə qalıb? Nədən İran təzminat istəyir? Nədən bunu istəyir, onu istəyir? Belə bəndələr Allahın lənətinə gələr. Bəs bunu deyən şəxslər öz məmləkətinizin başına gətirsələr nə düşünəcəksiniz? Müharibə görmüş dövlətlər əgər bu barədə danışırsa, ar olsun onlara. Ne etməlidir? Ram olmalıdır. Her ne edirsə bugün İran, her biri həqdir. Bana bir Allah bilir, bir de ki mən. Bu ayıbdır ve günahdır. Bir devletin pulunu, parasını, yəni ki, yox edəsən, insanlarını ac qoyasan və buradan da başqa bir üzdən İraq bəndələr ortalığa çıxaraq İran düz demir. Gərək İsrailin, Amerikanın dediyi kimi razılığa geçsin. Niyə geçsin? Nədən? Sənin kimi axmağa görə, axmaq fikirli bəndələrə görə Allah sizin kimi bəndələri lənətə gətirəcək, bunu bilin. Vallahi billahi, bu belədir. Allahın lənətinə gələcəksiniz. Bu fikir və düşüncələrinizə görə, haqq olmadığınıza görə. Bugün yenə də mən Rusiyaya haqq qazandırıram. O dayanıb, müharibəni dayandırmaq istəyir. Rusiya məğlub oldu. Rusiya uduzdu. Siz bilmirsiniz. Nələr var, nələr yoxdur. Sizin gördükləriniz və bildiklərinizin hər biri yalandır, cəfəngiyatdır. Bütün mesajlar, eşitdiyiniz xəbərlərin hər biri yalandır. Bu da bir siyasətdir, bunu bilin. Sizin kimi bəndələri aldatmaq üçün. Bəli. Sizə elə yaxşı edirlər ki, Sputnikdən olan görüntülərin ancaq başqa bir tərəflərini göstərirlər. Bəli, yenidən cızaraq cizgi filmləri.
Çünkü siz özünüz bunu istiyorsunuz. Siz yalan seversiniz. Hakkı tapdalayanlar, haktan danışırlar. Başka bir devletin, yani ki hakkını tapdalayanlar haktan necə danışa bilər? Bugün dünyanı necə ələ alıblar? Balaca bir siçanla. Hansı ki bu siçan bütün dünyanı gəzir. Elə bir ailələr var ki, siçanı evində saxlayır. Dəymir onlara. İstər bizim məmləkətimizdə, istər xarici dövlətlərdə. Fransanın küçələri siçovullarla dop-doludur. Hindistan özü siçovulları bəsləyir. Və digər ölkələr. İsveçrədə bəyən siçan yoxdurmu? Məyər Almaniyada siçovul yoxdur. Başqa bir dövlətlərdə. Amerikada. Yenə də bir təyyarə var. Amma uça bilmir. Bilirsinizmi, yerə necə inəcək bu təyyarə? Uçaq. Yenə insanlarla dop-dolu təyyarə. Təkərləri göydə. Yerdə. Həşərat kimi uzanacaq göydən. Yerə çırpılaraq. Təkərləri göydə qalacaq. Amma bəndələrin köməyinə heç kim gedə bilməyəcək. Qorxudan. Onları xilas etmək olar. Amma qorxudan onlara yaxın gedə bilməyəcəklər. Çünki təyyarə közərib. Amma hələ ki partlamayıb. Bax buna görə. Amma partlayacaqmı? Partlamayacaqmı? Bana bircə Allah bilər. Həqsiz olmayan, ey dünya dövlətləri, haqqı dəstəkləyən. Bu, bugünkü tamaşalardır. Hörmüz boğazı, atom bombası. Necə atom bombasından söhbət gedə bilər? Əgər bugün atom bombasını sıradan çıxarmaq üçün nə vacibdir? Silah-sursat yox. Beyin, düşüncə tərzi və sadəcə bircə cızdığın alət. Ərsəyə gətirdin alət. Sən atom bombalarını toyuq kimi yumurtala və onu sıradan çıxaranlar olacaq. Buna bilin və agah olun. Atom bombası o deyil ki, mən bu atom bombasını hər hansı bir dövlətə atım. Bu sadəcə bugün qorunmaq üçün bir vasitədir. Amma bugün süni zeka gündəmdədir. Eşidin və bilin. Bəhanə etmə, ey Amerika. Bu uranı bəhanə etmə. Sövdələşməyə get. Mehriban diplomatiyla bölüş. İran məyər səndən artıq bir şeylər mi istəyir? Bəndələrini yedirməyə çörək lazımdır. Bunun üçünsə bu məmləkətə pul para gərəkdir. Bəlkəm təzminat verəsən. Bəlkəm şahmat lövhəsində olduğu kimi heçəcə edəsiniz. Çəkil kənara. Nə olar ki, belə etsən? Nədən müdrik olmayasan, ey Donald Trump? Nədən müdrik olmayasan? Bir ağsaqqal kimi bu dünyada sülhü bərqərar edən sən olasan və doğrudan da Nobel mükafatını versinlər sənə. Rusiya-Ukrayna savaşını və İranla sövdələşməni yerinə yetir və sənə Nobel mükafatı versinlər. Nədən belə olmasın?
Belə danışmağımın səbəbi ondan ötürüdür ki, arada qan su yerinə axmasın. Axı dedim, bəli, bu Donald Trump'a görə nə qədər pullar tökülür. Bir tərəfdən aradan götürmək üçün, digər tərəfdən hakimiyyətdə qalması üçün. Bilirsinizmi? Bu əməlli başlı müharibədir. Davamını gözləyin. Amma ki, bu müharibələr arasında olan bir ay möhlət, bir gün möhlət, 2 gün, 3 gün, 5 gün, 15 gün. Bunların hər biri noyabra kimi gedən tamaşalardır. Amma noyabrdan öncə bu tamaşalar bitsəydi, əla olardı. Amma mən yenə də deyim ki, mat-məətəl qalıram. Amerikanın daxilində baş verənlər, təyyarələrin öz məmləkətində uça bilməməsi, qatarların partlaması, arabaların partlaması, zavodların, fabrikaların, göydələnlərin partlaması, bunlar nədən xəbər verir? Sanki bizim ölkəmiz yağı düşmənlər tərəfindən, yəni bu cür partlayışlarla çalxalanır. Amma bunu çalxalayan özləridir, mənim əzizlərim. Daxildə olanlar, gözləyin noyabrda nələr olacaq. Baxın, hansı vəziyyətdədirlər ki, pul parayla təsəvvür edin. Demokratlar və respublikaçılar kim kimi pulla alır. Bu bir abırçılıqdır. Baxın görün istefalara. Bu dəhşətdir ki, böyük bir Amerika bu tür korrupsiyayla üzbəüz, gözbəgöz ola başqa bir dövlətlərlə höcətləşir. Sənin daxilində səliqə səhman yoxdur. Sənin hakimiyyətin öz başınalıq edir. Demək olar ki, hakimiyyət də mövcud deyil. Sadəcə sən şikayətlənirsən ki, İranda dövlət başçıları yoxdur. Hakimiyyətdə öz başınaçılıq gedir. Yəni ki, sən İran haqqında çox pis fikirdəsən. Bunların hər biri sənin hakimiyyətindədir. Sənin ətrafındadır. Amerikadadır. İranda yox. İranda hər şey qaydasındadır. Prezidenti də yerindədir. Sövdələşməyə gedirsən, ged. Prezidentlə İranın prezidenti var. Pezeşkan. Bəli. Məyər prezident deyilmi? Məyər sən mi tək gedirsən sövdələşməyə? Əlbəttə ki, sənin arxada ayaqların var. Həmçinin də İranın prezidentinin arxada ayaqları var. Nədən İran haqqında bu qədər mənfi fikirdəsən? İranda hər şey qaydasındadır. Sadəcə yaşamağa qoymursunuz. Qazanmağa, çörək yeməyə. Öz hakimiyyətində səliqə səhman yarada bilmirsən və noyabra kimi bu cür tamaşalar gedəcək. Və dünyanı bu tamaşalarla seyirci kimi ətrafına toplamısan.
belə dövlət mi başçısı olar, ey Amerikalılar? Nədən? Müdriklər, sizin alimləriniz, dahi yazarlarınız gündəmə gəlmir, danışmırlar. Möhtəşəm generallarınız, məyər çətin midir? Əlbəttə ki, yox. Əgər bütün Amerika milləti ayağa qalxarsa, bu hakimiyyətə bir anda son qoyula bilər. Və hakimiyyətə yönlü birisi gələrək bütün dünyada sülhü bərqərar edər. Mehribançılıq olar. Hə, mənim əzizlərim, mən Mr. X haqqında danışmıram. O çox gözəl insandır. Hə, başqa birisi də var. Möhtəşəm insandır. Hə, adını çəkmirəm. Gözdəyər. Ya da ki, vurub öldürərlər. Baxı belə olur. Elə bu səbəbdən də adını Mr. X qoymuşam və onun ətrafındakılar. Gözəl insanlardılar. Müdrik, sülhpərvər. Hə, aydın oldu mu? İki tərəfdən də pul qoyulur. Trump'a. Biri aradan götürmək üçün, biri saxlamaq üçün. Budur bugünkü siyasət. Bugün Donald Trump'ı, Netanyahunu alqışlayanlar. Allah isə sizi qarğışlayacaq. Bəndələrin dili ilə. Bəli, Allahı tanımayan kafirlər. Mən utanıram onlara, bu bəndələrə. Qulaq asdıqda necə də qəşəng səliqəli ilə danışırlar. İran gərək ki, bunu etsin, bunu etsin. Amerikanın, İsrailin dediyini etsin. Bəlkəm sən də bizim dediyimizi edəsən. Düz danışasan, haqq olasan, Allahı tanıyasan və kafir olmayasan. Bütün dünyada həqsizlik baş alıb gedir. Bəli, mən görmədim. Dünya məmləkətləri ayağa qalxıb, İsraili və Amerikanı suçlu bilsinlər. Livana görə, Qəzzaya görə, Əfqanistana görə, İraqa görə, bugünkü İrana görə və sair və ilaxır. Hardadır sizin başınız? Nədən neftə görə, qaza görə ağlayırsınız? Axı, əsl səbəb müharibədir. Müharibə olmasın deyə ağlayın, neftə görə yox. Bəli, müharibəyi yox deyin. Nədən tüm dünya məmləkətlərinin millətləri ayağa qalxıb sülh deyə çağırış etmirlər? Müharibəyə son qoyulsun deyə çağırış etmirlər? Nədən susurlar? Nə olsun ki, sizin məmləkətinizi bombardman etməyiblər? Axı, haqq olmalıdır ki, bugünün sabahı da var. Bu davamlı olmasın. Bugün Kuba könlündən keçir, sabah Grenlandiya, Kanada. Bəlkə başqa bir ölkələrdə gündəmdə olacaq. Bu barədə susuram. Amma ola bilər. Qaldı ki, Paşinyanın və Ermənistanın daxilində olanlara. Bunların hər biri tamaşadır mənim əzizlərim. Bu neçə illərin tamaşasıdır bugünə kimi. Bugün başlamayıb ki, sadəcə
siz bugün görürsünüz ki bu tamaşadır. Mən həmişə demişəm və bugün də qeyd edirəm. Bugün mən öz dövlət başçımıza demirəm. Öz dövlət başçımız bizim qürurludur. Başımızı uca edib. Baş komandan kimi bu hər kəsə məlumdur. Bəli, hər bir ölkədə çatışmamazlıq mövcuddur. Əskiklər olur. Amma bunların hər biri yavaş-yavaş yerini tutacaq inşallah. Bunu bilin. Bəli, mən nəyi qeyd edirəm? Yəni ki, mənim dövlətim mənim dövlətimdir. Mən başqa dövlətləri nəzərdə tuturam həmişə söhbət etdikdə. Yəni analiz etdikdə. Bugün bütün dövlətlərin dövlət başçılarının içində ən müdrik dövlət başçısı, yenə də təkrar edirəm, Vladimir Vladimiroviç Putindir. Bana bilin və agah olun. Və dünyada baş verənlərə baxdıqda dilim ulasan ay dilim. Biləcəksiniz ki, doğrudan da ağıllı və müdrik siyasətçi deyirəm. Yəni ki, oyuncu başqa bir şeydir. Siyasətçi, siyasət adamı başqa. Bəli, Putin siyasətçidir. Bugünkü vəziyyətə baxıb urra, urra qışqırmayın. Bu bir siyasətdir. Putinin ətrafında gördükləriniz sadəcə ətraf olan adamlardır. Putinin arxa dayaqları çoxdur. Yəni ki, müdrik bəndələrdən gedir söhbət. Müdrik bəndələrdən. Mən yadınıza gəlirsə, çox öncə bir audio videomda qeyd etmişdim. Məsələn, Netanyahu deyir ki, mən İranın alimini məhvə yetirdim. Amma mənim əzizlərim, mən nə demişdim? Dedim ki, bir alimin minlərlə yetirməsi olur. Elə deyilmi? Həmçinin də Putin. Bu ülkenin bir atributu var. Atribut deyək, suvenir deyək, necə istəyirsiniz elə də qeyd edək. Matryoşka. Birini çıxarırsan, digər kiçiyi içindən çıxır. Belə 5-6 dənə. Bax belə, ardıcıllıqla figurlar. Bəli, ardıcıllıq. Deməyə məndən olsun, yozmağı sizdən. Bəli. Fikirləşməyin ki, bütün ərazilərinə raket buraxılır. Pilotsuz uçaklar buraxılır. Bu belə də olmalıdır. Bunu Rusiya özü belə edib. Bəli. Bu onun siyasətidir. Birincisi, bütün böyük Rusiya bilsin ki, bu məmləkətdə müharibə gedir. Yəni ki, sən, ey millət, məni suçlu bilirsən bu müharibədə. Amma qorunmasa, bax, belə baş verə bilər. Məyər Putinin silahı sursatı mı yoxdur? Əməlli başlı şokolad kimi konveyerdən çıxarırlar. Hər şeyləri mövcuddur. Heç nə itib, nə bitib. Amma Ukraynanın silah sursatlarına gəldikdə Avropa, Böyük NATO, hər biri altdan silah sursatlarla təmin edirlər. Bugünkü gündə əvvəldən verirdilər. Elə deyilmi? Avropa Birliyi də, NATO Birliyi də Amerikada hər bir silah sursatla, pulla, parayla təmin edirdi bu Ukraynanı. İndi isə altdan verirlər. Sanki bunlar yoxdurlar. Amerikada güya çəkilib kənara.
mən burada yoxam. Özünüz məsələnizi həll edin. Elə isə nədən hakimiyyətin başındasan? Əgər müharibələrdən belə çəkilirsən ki, kənarda durursansa, İrandan da çəkil. Və selami. Bitti müharibə. Bəli. Bugün Ukraynanın silah sursatları özünün istehsalı olsa belə daxildə bunu edənlər var. Bəli. İndi kim deyə bilər ki, Belarusiya Rusiyanın yanında durmasın? Rusiya və Belarusiya qardaş ölkələrdir, müttəfiqdirlər. Elə deyilmi? Sanki qardaş ölkə, iki yanaşı qardaş ölkə. Başqa bir ölkə deyil ki. Elə deyilmi? Demək, yenə də Rusiya tək savaşır. Amma Ukrayna bütün dünyanın yarı ölkələri ilə. Aydındırmı mən nə demək istəyirəm? Bütün dünya məmləkətlərinin silah sursatları bugün də Ukraynanın əlinin altındadır. Bəli. Amma Rusiya, Belarusiya ilə bir himcim etdikdə, işarə etdikdə, söhbət etdikdə nədən gündəmə gəlir? Nədən Ukrayna gündəmə gəlmir? Deyirsiniz ki, işğalçı Rusiya. Yaxşı. Mənsə deyirəm, bu işğalçılıq deyil. Bu sadəcə özünü qorumaq fəndidir. Bəli. Siz bilmirsiniz dünyada nə baş verir. Və bu müharibədən nə, hansı səbəblərdən baş verdiyini də bilə bilməzsiniz. Bunlar haqqında mən bir balaca işarələr etmişəm, bir balaca qeydlər də etmişəm. Amma arxiv var və tarix var. Bugün əgər Rusiya deyirsə, bütövlükdə Ukrayna mənimdir, bunların hər biri nədir? Ağıllı fikir və düşüncələrlə sadəcə cavab. Başa düşdünüzmü? Təsəvvür edin. Biz Ermənistanla müharibə etmişik. Elə deyilmi? Müharibəni tamamlamışıq. Bugün baş qaldırır yenidən. Yəni ki, revanşist qüvvələr. Biz nə deyirik? Ermənistan da bizimdir. Bizim torpağımızdır. Belə gedərsə, biz oranda sizdən ala bilərik. Yəni, bu bir cavabdır mənim əzizlərim. Rusiyaya ərazi gərək deyil. Öz əraziləri nə qədər boşdur. Sadəcə bu başqa bir fənddir. Bəs Amerika haqqında niyə danışmırsınız? Amerikanın bazalarından Ərəb ölkələrinə necə bazalarıyla? Yəni ki, mühasirəyə almışdı. Və bugün də davamlı olaraq hər bir ərazilərə soxulmaq istəyir. Nədən o Amerika haqqında bu fikirləri söyləmirsiniz? Məyər Çinlə Tayvan arasında olan mübahisə, Çin müharibə etmək istəmir. Bax, Çinlə Tayvan arasında olan, yəni ki, mübahisə sanki Rusiya ilə Ukrayna arasındakı mübahisəyə bənzəyir. O müharibə istəmir, amma ona təhrik edərsə, o da savaşa giriş edəcək. Əgər bunu Tayvan tərəf, yəni ki, başlayarsa, yəni ki, qıcıqlandırarsa, başqa bir tərzdə, başqa bir hadisələr baş verərsə, bu vaxt Çin də Rusiya kimi gündəmə gələcək. Aydındırmı mən nə demək istəyirəm? Yəni, heç bir dövlət müharibə istəmir. Məyər Çinin ərazisi mi kiçikdir? Əlbəttə ki, yox. Burada geostrateji vəziyyətdən gedir. Qaldı ki, Qafqaz ərazisi, QTMT. Bu da Rusiyanın, yəni ki, balaca bir nöqtəsidir.
Aydındırmı mən nə demək istəyirəm? Aranı vurmayan, heç bir dövlət haqqında ümumiyyətlə elə bir fikirlər söyləməyin ki, yenə ki, dəhşətli aqibətləri olsun, faciələr yaşayaq. İstər Çin haqqında, istər Amerika, istər Rusiya, digər ölkələr haqqında. Biz bu günləri nə görürük? İstər bizim ərazimizdən, istər Rusiyanın ərazisindən qatarlar gedir. Hara? Ermənistana. Hardan gedir? Rusiyadan. Elə deyilmi? Digər tərəfdən güya ki, hər hansı bir ərzaqlar, məhsullar, mallar geri qaytarılır. Digər tərəfdən isə başqa tərzdə bu vəziyyət bərpa olunur. Qatarlar vasitəsilə. Görürsünüzmü mənim əzizlərim? Bu bir siyasətdir. Rusiyada nə qədər erməni xalqı yaşayır, milləti. Nə qədər? Sayı hesabı yoxdur. Elə deyilmi? Odur ki, fikirləşməyin ki, Ermənistanda vəziyyət başqa bir vəziyyətdir. Bu əvvəlki tamaşanın ardıdır. Sadəcə belə də olmalıdır. Əgər Amerikanın dövlət başçısı stolun altına, yəni bağışlayın, masanın altına girərsə, gizlənirsə, tamaşa göstərirsə və digər qanlı tamaşalar görmürüksə, nədən bu tamaşalara tamaşa kimi baxmırsınız, Ermənistandakı tamaşalara? Köçeryan, Sarkisyan, nə bilim, Xəzəryan, digəri, bilmirəm kimlər. Hansısa bir çıxışlar edirlər, nələrsə söyləyirlər. Bunların hər biri tamaşadır mənim əzizlərim. Tamaşanın sonluğu da olur. Hansı ki pərdələr çəkilir. Və tamaşa bitdi. Və selam. Nədən? Fikirləşirsiniz ki, oyuncular oyun oynamamalıdılar. Baxın, hər bir siyasətçiyə oyuncu da demək olmur. Oyuncu başqadır, siyasətçi başqa. Siyasətçi siyasət yürüdür, bu oyunu təşkil edir. Oyuncularsa oynayır. Siyasətçi ilə oyuncular arasında fərq olur. Onların hər biri dövlət başçısıdır və hər biri oynayır. Sən ayırt edə bilmirsən ki, siyasəti kim yürüdüb və oyuncu kimdir? Odur ki, tamaşalara baxın. Sadəcə baxın. Və nə şiş yansın, nə kebab. Atalar sözü deyimiyle, gözümüyle, öz fikir ve düşüncelerinizle temiz şekilde bölüşün. İnsanları çaşdırmayın. Biz her birimiz qonşuyuq. Baxın, Türkiye haqqında neler danışırlar, dedikodular. Balaca bir bəndə deyək ki, bizim millətimiz haqqında, yaxud bizim dövlətimiz haqqında nələrsə söylədi. Və budur ya, sosial şəbəkələr, telemekanlar bu barədə danışır. Axı, bu nə Fidanın, nə də ki Erdoğanın mesajıdır.
Neden gündeme getirip aranı vurursunuz? Eğer her hansı bir devlet başçısı devlete ait hain fikirler söyleyerse, xəbis fikir ve düşünceleriyle bölüşerse, bizim devletimizi harbi yabır ederse, yerle yeksan ederse, onda yine de sen səliqə səhmanla, tarixi vərəqlə ve yozun tələb olunan fikir ve düşüncelerle bölüş. Qoy səni hansı tərəfdən təhqir ediblər, vurublar, yıxıblar. O tərəf düşünüb daşınsın. Aydındırma mən nə demək istəyirəm? Hər bir küçədən keçən bir bəndə, yaxud balaca bir iş adamıdır. Yaxud nə bilim kimdir. Bəlkə kökənində problem var. Aranı vurmaq istəyir. Bir düşün daşın. Kökünü araşdır. Daha sonra danış. Səliqə səhmanla danış. Kökünə toxunma. Sadəcə elə danış ki, bəndələri sakit edəsən ki, sakin olun, torbada pişik var. Danışmayın. Bizim aramızı vurmaq istəyirlər. Vəsselami. Nədən belə olmasın? Hər bir məmləkətdə, hər bir mənşəyə, kökə mənsub olan bəndələr mövcuddur. Və onlar yeri gələndə hər hansı bir dövlət tərəfindən işə salınırlar. Aranı qatmaq üçün. Mən dəfələrlə demişəm ki, felə getməyin. İstər hər hansı bir məmləkətin deputatı olsun, iş adamı olsun, fərqi yoxdur. Araşdırın. Artıq biləcəksiniz ki, bu aranı vurmaq üçün bir fənddir. Baxı belədir. Bugün neftə, qaza görə ağlayan dövlətlər, bir-birinə mal, məhsul vermək istəməyənlər. Bu uzun çəkərsə dəhşət olar. Təsəvvür edin. Adi bir məsəl götürək. Hindistan düyü istehsal edir. Daha sonra vermir. İtdi bitti. Düyüm yoxdur. Öz məmləkətim üçün yetərlidir. Digər ölkə, məsələn, qaz verirdi, artıq vermir. Neft verirdi, onu da vermək istəmir. Deyir, azalıb. Özümə yetərlidir. Daha çıxarmaq istəmirəm. Neftim itdi, bitdi. Özü vermək istəmir. Saxlayır. Saxla zamanı, gələr zamanı. Necə ki, yanacaqla işləyən arabalar və cereyanla, elektrik batareyalarıyla. Bəli, bunların hər biri mənim əzizlərim. Bir fənddir. Hər bir işin başında siyasət mövcuddur. Bunu bilin və agah olun. Bəli, neysə ört bastır edirlərsə, demək, gündəmə hər hansı bir cəfəngiyatı gətirəcəklər ki, baş qatsınlar. Hər hansı bir malı, məhsulu keyfiyyətsiz adlandırırlarsa, demək, başqa, yəni ki, lazımsız, keyfiyyətsiz malı gündəmə gətirəcəklər. Və sar və ilaxır. Mən bilmirəm, bizim məmləkətimizdə qızıl zinət əşyaları hazırlayanlar varmı? Zavodumuz varmı? Qızıl zinət əşyaları hazırlayan zavodumuz ya fabrikamız.
Əvvəllər var idi, mən bildiyimə görə. Amma indi bilmirəm. Nədən? Əgər yoxdursa, zinət əşyaları hazırlamayaq və dünya məmləkətlərinə satış etməyək. Xalçalar, zinət əşyaları, bunların hər biri də pul paradır. Meyvə, tərəvəz, özümüz istehsal edək, özümüz sataq. Başqa ölkələrdən nəyə? Biz mal məhsul tərəvəz gətiririk, meyvə gətiririk. Bunların hər birini biz özümüz edə bilərik. Biz nəyə isə dəyişdirə bilərik. Amma sırf bütün məmləkət başqa bir dövlətlərdən asılı olmamalıdır. Bizim hər şeyimiz olmalıdır özümüzki. Təsəvvür edin. Yəni ki, dövlətlər heç biri heç kimə heç nə vermir. Və biz bu şəraitdə öz malımızdan, məhsullarımızdan yararlanmalıyıq. Bacararıqmı? Taxılımız varmı? Pambağımız? Nə bilim, mən belə görürəm. Çünki bu belədir. Çətinlik olduqda hər bir dövlət öz malını, məhsulunu saxlayacaq. Satışını təşkil etməyəcək. Və bu halda vəziyyət tam dəyişiləcək. Bəli. Bir ölkə mərci yetişdirir, biri qarabaşaq, biri düyü. Nə biləm, biri meyvə tərəvəz. Nəyi bacarırlar? Onu. Və daha sonra istehsalını saxlayır. Başqa ölkələrə ixrac etmir. Bax, bu haqda düşünüb daşınmaq lazımdır. Məsələn, Çin. Baxın, görün. Necə gözəl şəkildə bütün dövlətlərin, millətlərin daxilindədir. Hər bir işin öhdəsindən gələ bilər. Və bu dövlət, Çin dövləti, həqiqətən də müdrik dövlətdir. Silah-sursatla deyil, mal məhsullarla bütün dövlətlərə yaxınlıq edir. Və doğrudan da bu müdrik bir siyasətdir. Bəli, nədən bütün dövlətlər belə olmasın? Nədən silah-sursat bazarına giriblər? Avropa dövlətləri bazar edirlər. Millətləri acından ölür. Bizim məmləkətdə danışırlar ki, hər şey əladır. Avropa dövlətlərində, NATO birliyində yaxşı yaşayırlar. Yox, yaşayırlar. Deməzdim ki, bizdən yaxşıdırlar. Bəlkə bizdən aşağı olarlar, amma yuxarı olmazlar bugünkü vəziyyətdə. Görmürsünüzmü? Millət ayağa qalxır. İmkan vermirlər. Vallahi billahi fənd olsa, onların hər biri küçəyə tökülər. Bəli, onların keçirdiyi aksiyalar, nümayişlər hər biri icazə ilədir mənim əzizlərim. Bəli, bir balaca tərbəniş olduqda da güllə baran edirlər. İnsanları məhv edirlər, tapdalayırlar. İrandakı vəziyyətdən danışan Amerika. Baxın, görün, öz milləti ayağa qalxdıqda necə insanları məhv edir. Bəli,
vertolyotlar, güllə buranlar insanları hansı vəziyyətə gətirirlər? Susmaq üçün. Bu Amerikadırmı İran haqqında mənfi fikirlər söyləyən? İran neçə illərdir təcrid olunan ölkədir. Amma baxın, hər bir dövlət sanki bu İranı İslam dövləti olaraq sanki bir körpü olur, dünyaya gəlir, inkişafdan qalmış bir körpüyə bənzədir. Bəli, amma nə gözəl. Yəni ki, ötən əsrlərdən olan həkimləri, alimləri, şairləri və bugün də bu belədir. Həqiqətən də belədir. İran ilə Azərbaycanın özüdür mənim əzizlərim. Siz necə deyə bilərsiniz ki, Azərbaycan İranla savaşa girəcək? Necə deyə bilərsiniz? Məyər sən öz bacı qardaşlarını mı öldürəcəksən? Bu fikirlər bugün də səslənir. Bəli. Məyər canlı yayımlara baxmırdınızmı? İsrail, İran savaşında. Baxın görün, türklər, Azərbaycanlılar, türkmənlər, hər biri türk dilində danışır. Mənim İranım deyir. Sən nə deyirsən bəs? İstər İranda, istər Azərbaycanda, istər Rusiyada, Türkiyədə, Ermənistanda, Gürcüstanda, hər bir qonşu ölkələrdə xain də var, xəbis də var, müdrik də var. Mən öz millətimdən xahiş edərdim ki, heç zaman xəbislərə, xainlərə qulaq verməsinlər, onlara dinləməsinlər. İran bizim özümüzük. Onlar da bizi özünkülər bilir. Biz tarixən bir olmuşuq. Vallahi billahi, bəzi fikir və düşüncələrim var. Amma əfsuslar olsun ki, deyə bilmərəm. Bu əzəldən belə olub. İran, Azərbaycan, biz birik. Ayrılıq etməyin. Ayrı seçkilik də etməyin. Baxın görün necə sizdən gözəl danışırlar Azərbaycan dilində. Nə gözəl danışırlar. Şirin, yəni şivə ilə çox gözəl danışırlar. Bizim cənub bölgəmizdə olan kimi. Masallı, Lənkəran, Yardımlı, Səlyan, daha sonra lirik, hər birinin ləhcəsi, şivəsi sanki cənub bölgəsində olduğu kimidir. Siz kimi bir-birindən ayırırsınız? Ayrı seçkilik edirsiniz telemekanda. Ey öz dilində danışa bilməyən bədbəxtlər, fokuslananlar, period, biabırçılıqdır dostum. Bilirsən nə deyir? Deyir ki, hava haqqında proqnoz məlumatını verəcəyik. Mənim əziz dostum, proqnoz nə deməkdir? Hava durumu var, hava şəraiti var, təzyiqi var, dərəcəsi var, hərarəti var.
Bu da sizə qeyd etdiyim Azərbaycan dilində olan hava durumu ilə bərabər olan fikir və düşüncələrim. Hava haqqında məlumat deyirsən, havanın təzyiqi var, dərəcəsi var, hərarəti var, hava şəraiti var, hava durumu var. Məyər bunlar Azərbaycan dili deyil? Nədən proqnoz deyirsən? Nədən period deyirsən? Fokuslanaq, adekvat danışaq. Kimə lağ edirsiniz? Baxın görün, İranda səndən nə gözəl danışırlar. Nə gözəl danışırlar. Türk şivəsi ilə. Bəli. Bu biabırçılıqdır, vallahi billahi. O qədər bir şeylər görürəm bu YouTube səhifəsində, telemekanlarda. Biabırçılıqdır. Audiovizual şura, yox bir şura hökuməti. Çevir tatı, vur tatı, köhnə amam, köhnə tas. Ancaq özlərini reklam edirlər. Nə xəbərlər yönlüdür, nə sosial verilişlər, nə də ki, siyasi verilişlər. Hər biri bərbad gündə. Bana hər bir kanala şamil etmirəm. Gözəl müxbirlər də var. Bəli, gözəl səviz danışanlar. Bu başqa telekanallarda mövcuddur. Bəli. Nə deyim? Demək istəmirəm telemekanın adını və burada veriliş aparanların adlarını və reklam olunan verilişləri. Biabırçılıq deyil. Vallahi billahi, mən görmüşəm ki, bir veriliş digərinə bənzəməsin. Yəni ki, adları da müxtəlif olsun, formatı da. Veriliş müxtəlif olmalıdır. Eyni veriliş. Eyni veriliş. Amma aparıcılar ayrı-ayrı. Verilişlərin adlarını da dəyişdiriblər. Sanki baxanda biz düşünüb daşınaq ki, bu başqa bir verilişdir. Amma eyni. Nədən? Çünki süni zəka, dərrakə, bilik yoxdur. Müxbirlik, jurnalistik səriştəsi yoxdur. Heç nə düşünüb daşına bilmir. Bir veriliş haradasa yaratsan. Yəni ki, həmkarının apardığı verilişə bənzəməsin. Tam fərqli olsun. Eyni veriliş. Dostum, bu telekanalın adını da deyərdim. Amma əfsuslar olsun ki, qoy elə belə biabırçılıqla davam etsinlər, özlərini reklam edə-edə. Biz gözəl veriliş aparırıq. Biz gözəl xəbərlər ərsəyə gətiririk. Pərdə arxası məqamları belə çatdırırıq. Hətta sabah baş verənləri belə biz bugün deyəcəyik. Sanki falçıdılar. Qoy olsun, qoy belə də geçsin. Nə etmək olar? Əgər şura hökuməti bunu belə görmürsə. Dostum, nə deyim, nə danışım? Bax, bugünkü vəziyyət budur. Dünyada baş verənlər. Nüvə silahından güya qorxurlar. Atom bombasından. Hər şey süni zəka ilə bağlıdır. Dostum, süni zəka olduğu halda hansı atom bombasından danışmaq olar və bunu gündəmə gətirmək olar ki, müharibə nə itib, nə bitib, davamlı olacaq. Axı, İsrail kimdir ki? Bəyan edir ki, müharibə bitməyib. İllər uzunu bu müharibə davamlı olacaq hər il. Mən bunu əgər istəyərəmsə, bunu edəcəm.
mən İrana hücuma keçəcəm. Çünki mənim əzizlərim Netanyahu Donald Trump'ı və Donald Trump'ın arxa dayaqlarını əməlli başlı barmağına dolayıb. Onları Netanyahu idarə edir. Çünki Donald Trump'ın kökünə də varsaq, arxa dayaqlarına da əməlli başlı qohumbazlıq, qohumdular. Başqa nə etmək olar? Axı onlarla kim sövdələşməyə gedəcək? Elə buna görə də Molla Nəsrəddinin qoz-qoz oyuna gedir. Eşitmisən dostum? Molla Nəsrəddin bir gün cibinə qoz qoyur. Milləti yığır qarşısına. Deyir ki, ey cəmaət, mən sizinlə oyun oynamaq istəyirəm. Hər kəs razılaşır. Deyir ki, mən cibimə qoz qoymuşam. Kim tapsa ki, cibimdə qoz var, ona qoz verəcəm. Bax belə, bu da belə oyun getirdi. Bunu bilənlər bilir. Əsl siyasətçilər bilir ki, burada nələr baş verir. Əgər Livanın, Suriyanın, Yemenin möhtəşəm silah-sursatları olsaydı, bax o zaman İsrail yerində otura bilərdi. O vaxt Amerikada tərpənməyəcəkdi. Çünki demona əldən gedəcəkdi. Çox atom bombasından danışmayın. Bunun sabahı da var. Demona isə demona, deman. Deman. İblis. Əməlli başlı iblis siyasəti. Nə deyim dostum? Vallahi billahi. Sözün açığı, köhnə almam, köhnə taz. Nə danışasan? Elə mənim ötən ayda videolarımda danışdıqlarımız sanki təkrar etdim. Elə vəziyyət belədir. Yəni ki, baş verənlər budur. Dəyişiklik heç nə yoxdur. Sadəcə balaca yalqızaq, yetim siçanı gündəmə gətiriblər dostum. Bugün tək siçandan deyil, başqa bir vasitələrdən də istifadə edərək insanları məhv edirlər. Və kütləvi şəkildə, bəli, istər qida vasitəsilə, istər elə müxtəlif vasitələrlə, dilim olasın aydır, dilim. Müxtəlif vasitələrlə. Allah Teala isə bunu görüb, nə edir? Sadəcə onları tərpədir. Nə ilə? Zəlzələ ilə, dostum. Zəlzələ ilə. Belə etməyin. Mən bu dünyanı gözəl, füsunkar, müxtəlif aləmlərlə, məkanlarla, təbiətlə zəngin dünyanı sizə vermişəm ki, bu dünyadan zövq alasınız. Onlarsa başqa planetə uçmaq istəyirlər. Hansı ki, adi səmada uça bilmirlər. Göy səmada. Uçaqlar sanki yerə çırpılır. Bəs belə də olacaq da. Sənin qarşını pis bəndələr kəsəcək. Uşaqlarının qarşısına isə buludlar. Bəli, əməli salih, xeyrxah, səxavətli, mərhəmətli bəndələrin
qarşısına həmişə mərhəmətli bəndələr çıxar. İblis bəndənin qarşısına isə şeytan. Bəli, bu belədir. Hə dostum, təkrarçılıq da olsa, yenə də danışdım, mənim əziz və mehriban dostum. Çox sağ ol ki, məni dinlədin, mənim mehriban dostum.